2013-cü ilin başlamasına saatlar qalıb. 2012-ci ilin son günündə ötən 365 gündə baş verən əsas hadisələrə nəzər salırıq. 2012-ci il Azərbaycanın xarici siyasəti, beynəlxalq mədəniyyət və idman uğurları baxımından yadda qalan il olub. 8 ildən çox gözləntimiz də məhz ötən il həyata keçdi. Macarıstan həbsxanasında saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilin hadisələri sırasına yazıldı. O, Azərbaycana gətirilən kimi Prezident Ramil Səfərovu Bakıda, elə hava limanında cəfv etdi. Bu hadisə Azərbaycanla Ermənistan arasında Ramil Səfərov adlı psixoloji müharibədə Azərbaycanın qələbəsini rəsmiləşdirdi. Mayor rütbəsi ilə təltif edilən Ramil Səfərova Müdafiə Nazirliyi mənzil və həbsdə olduğu 8 il müddətində toplanmış əmək haqqını verdi. Ramil Səfərovun təhvil verilməsi və əfvi 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini faktiki olaraq dalana saldı. Beləliklə, 2012-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində qeyri-aktiv dövr kimi yadda qaldı. Bu il Azərbaycan və Ermənistan prezidentlərinin cəmi bir görüşü keçirildi. Soçidə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən görüş və sonda verilən bəyanat bu il münaqişənin nizamlanmasında müəyyən irəliləyişlərin olacağına ümid yaratsa da, bu elə ümid olaraq qaldı. ATƏT-in Minsk qrupunun həmsədrləri isə regiona cəmi 3 dəfə səfər etdi. Mart, iyul və noyabr aylarında. Bu da heç nə vermədi və Azərbaycanın ən yüksək səviyyəli rəsmiləri Minsk qrupunu fəaliyyətsizlikdə ciddi ittiham etdilər. Lakin 2012-ci il Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması baxımından fərqləndi. Meksika və Pakistan senatları bu qətliamı soyqırım kimi tanıdı və 20 ildə ilk dəfə olaraq Azərbaycandan kənarda Xocalı soyqırımının qurbanları kütləvi izdihamla anıldı. Söhbət İstanbulun Taksim meydanında keçirilən Hamımız Xocalılıyıq yürüş mitinqindən gedir. Elə fevralın 26-sında ön cərgədə dövlət başçısı İlham Əliyevin getdiyi Xocalı yürüşü Azərbaycanda da soyqırımı dünyaya tanıtmaq istiqamətində indiyədək atılmamış addım bəşəriyyətə çağırış idi. – 2012-ci ilin ən önəmli siyasi hadisələrindən biri də rəsmi Bakının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasıdır. 2011-ci ilin oktyabrında keçirilən səsvermədə BMT üzvü olan 155 ölkənin səsini qazanan Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və 2012-ci il yanvarın 1-dən yeni statusda səlahiyyətlərinin icrasına başladı. İlin mühüm hadisələrinin sırasında Rusiyanın Qəbələ RLS-dən imtina etməsini də qeyd etmək lazımdır. SSR-nin raket hücumundan müdafiə sisteminin əsas 8 stansiyasından biri olan Qəbələ RLS-in icarəyə götürülməsinə dair Azərbaycanla Rusiya arasında imzalanmış son müqavilənin müddəti dekabr ayında başa çatdı və Rusiya dərhal bu obyektin istismarını rəsmən dayandırdığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərdi. Bu hadisəni sonuncu Rus əskərinin Azərbaycanı tərk etməsi də adlandırmaq olar. Azərbaycanın siyasi həyatında ən mühüm qərarlardan biri verildi. Eks-prezidentlərin statusu haqqda qanun qəbul edildi və 19 illik fasilədən sonra keçmiş prezident Ayaz Mütəllibov Bakıya qayıtdı. Qanuna görə o, prezidentin aylıq əmək haqqının 50% məbləğində aylıq pensiya, avtomobil, sürücü və mühafizəçilərlə təmin olundu. İqtisadi baxımdan müxtəlif yadda qalan hadisələr olsa da, ön yerdə TANAP-da sazişin imzalanması dayanır. Bu, Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasını nəzərdə tutur.
Sovet hökuməti dağılandan bəri bəlkə də qaytardılar ümidi ilə əmanət kitabçalarını illərlə qoruyub saxlayanların gözləntisi nəhayət doğruldu. Sovetlər Birliyi dağılarkən batmış əmanətlərin qaytarılması xəbəri 2012-ci ili əmanətçilərin yaddaşına qızıl hərflərlə yazdı. İlin rüşvət qalmaqalı isə bəlkə də son 10 ilin bu mövzuda ən ciddi səs-küyü idi. Bu, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yaydığı video görüntüdür. Qalmaqallı videodan sonra Gülər Əhmədovanın deputat mandatlığı ləğv olundu. Videodakı daha bir personaj Sevinç Babayeva isə Türkiyəyə qaçdı və az bir müddət sonra orada vəfat etdi. Bitmək üzrə olan il dünyada Azərbaycanı tanımayanları da tanıtdı. Təbii ki, məşhur Avroviziya mahnı müsabiqəsi ilə. Dünya çaplı yarışmanın Azərbaycanda ilk dəfə baş tutması həm xalqın, həm də ölkəmizə gələnlərin yaddaşında silinməz iz buraxdı. Müsabiqədə Azərbaycanı Səbinə Babayeva təmsil etdi və onun çıxışı ölkəmizə 4-cülüyü qazandırdı. Qalib isə İsveç təmsilçisi Lauren oldu. İdman sahəsində də ən böyük uğurumuz London Olimpiyadası ilə bağlı oldu. İdmançılarımız 30-cu London Olimpiya oyunlarında 10 medal qazanaraq 204 ölkə sırasında 30-cu yeri tutdu. 53 idmançı ilə Böyük Britaniya paytaxtına yollanan millimiz 2 qızıl, 2 gümüş, 6 bürünclə geri döndü. Bakı ilk dəfə futbol üzrə dünya çempionatına da ev sahibliyi etdi. 14 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı FIFA-nın bayrağı altında ölkəmizdə keçirilən ilk geniş miqyaslı futbol maçı idi. Lakin U17 yığmamız çempionatda heç bir uğur qazanmadı. Formula 1 yarışları isə sürət həddini aşmağı sevənlərə ilin bayramı oldu. Həvəskarlar indiyədək yalnız şəkillərdə və videolarda izlədikləri sürət qəhrəmanları ilə canlı qarşılaşdılar. 2012-ci idman ilinin mührü isə bu il təsis olunan Avropa oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbulu ilə vuruldu. Avropa Olimpiya Komitəsinin Romada keçirilən baş assambleyasında bu turnirin 2015-ci ilin mayında Bakıda keçirilməsi barədə qərar alındı. Avropa oyunları 13 idman növü üzrə keçiriləcək. Bu növlərin sayının artırılması nəzərdə tutulur. Və nəhayət 2012-ci ildə təkcə ilin deyil, dünyanın sona çatacağı barədə təlaşlı xəbərlər bəşəriyyəti bir-birinə vurdu. Bəzi proqnozlara görə ilin bitməsinə cəmi 10 gün qalmış dünyada yaşam bitməli, aləmə qaranlıq çökməli idi. Yer kürəsinin əhli şam konserv bazarlığına axışdı, təhlükəsiz məkan axtarışına çıxdı, qohum-əqraba ilə halallaşdı. Amma dünya dağılmadı, yaxşı ki dağılmadı. Ümid edirik ki, bu təlaş dünyanın dağılmış yerlərinin ayağa qalxmasına mənəvi təkan verəcək. Dünyanın dağılacağı qorxusunu yaşayanlar anlayacaqlar ki, dağıtmaq nə deməkdir və dağıdılmış yerlərin uçuqları altında qalanlar nələr çəkir. Dağılmış evlərin geri alınması, tapdanmış torpaqların sahiblərinə qaytarılması, məhv olmuş düzənlərin nizama düşməsi, aşılanmış ənənələrin, itirilmiş sevgilərin yenidən bərpası arzusu ilə yeni iliniz mübarək.